Bəli, xoş gəlmisən öz məhlənizə, öz yurdunuza. Bax, bura sənin ata yurdundur. Qismət olmadı da burada. Qoy belə göstərim görəsən. Daşlar da otlanandan sonra üzə çıxmayıb o. O bilsə nətər olub. Onu düzüb üstünə heyvan üçün duz töküblər çox güman ki. Ya, bu daşlar var idi, ot olanlar. Ha, bizim məskənimiz oradır. O evdir. Tamamilə oralar yanıb. Çolda Şəkərəm tərəfdən yana gəlib, bax bu dağın arxa tərəfindən adlayıb bu tərəfə, oradan da keçib bura. Kəndin ən yaxşı yerləri təzə məhəllələr olur. Kahanın başında da, burada da. Bəli. Hə, aprel ayında deməli 17:42 bugün 17'si aprel 2026 il. Kəlbəcər rayonu Başlıbel kəndi, Barmaqlar dağının ətəyində. Bir parça bir bulud nə gözəl də dağın üstünə doğru ağırlaşıb düşür. Başlıbelim, baş tacım. Qəlbimin tək əlacım. Gör nə gözəldir bu Başlıbel. Anlaşılan görə bunları. Qoyun. Orada çıxmaq istəyərəm. Ağqaya tərəflərdir. Onun zirvəsinə çıxmaq olar. Dəli dağın. Deməli, göstərim. Dəli dağın yəni Muxtökən silsiləsinin bu tərəfdən qutaracağı idi. Baba. Bizim evimiz kurduğumuz, indi yaşadığımız yer ve bu da Barmaqlar.
Parmaklar da, maşını da saxladı orada. Baba. Şahbaz müəllim, o da Əli müəllim. Şahbaz müəllimi yəqin görürsünüz. Görmürsünüzsə göstərim. Artıq əlini də görürsünüz. Şahbazı da görürsünüz. Hava Əli müəllim. Bax bu. Əli müəllim. Bu da tam bura düşəndə. Baba. Şahbaz bəy. Əli müəllimin Şahbaz bəy. Məlli başdı. Uzaqdaydı. Ha, yaxınlaşdırıq. Bura indi çıxacaqlar. Buradan çıxmışam. Parmaklar dağının ətəyinə. Buradan görüm. Keçid eləyə bilərəm. Aha, keçə bilərəm. Keçid eləyə bilərəmmi? Bunun üzərinə. Çıxış eləyə bilərik. Yer varmış. Buradan çıxmaq daha asanmış. Çəpər qaya deyirlər bura. Bax, belə çəpərdir. Nə qaldı ki, bunu çıxmağa parmaqları? Burada telefon da tutur. Çıxım ora. Ya Allah. Birazdan güneş batacaq, ona göre tez çıxmaq olar. İstəxanamız da deyəsən. Arada keçi qalan. Mətləb əmigin evləri, Rəhmət Fırqanın evi. Allah dünyadan köçənlərə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Çıxa bilərim, bir şey qalmadı. Kəhanın başındakı bu qəribə görüntüyə fikir verin. İki tane evin pəncərələri işıqlayır. Tam güneşə istiqamət olmana baxmayaraq yenə də bunu çəkirəm, güman edirəm ki əslində nəyi göstərmək istədiyimi gördünüzsə bəs eləyər. Halbuki təbii ki peşəkar çəkiliş deyil, profesional çəkiliş deyil, peşəkar bir çəkilişdir. Balıqlara çıxıb zaman gördüm, dedim çəkim. Buraya qədər çıxmışam. Fel ayında kendimizin mənzərəsinin gözəlliyinə bax. Dərə dağın üstündə belə bir dənə olsun. Bulut yoxdur. Axır ki, əli də bura qədər çıxıb.
Bura keskin derecede fərqlənir. Demək olar çatmışam. Bir şey olmuyor. Balıqlara birinci dəfəki rekordumu yeniləyə bilərəm. Bu dəfə daha tez çıxa bilərəm. Orada internetdə tutub telefonda. Çıxmışıq və canlı yarım eləmişik. Dərdir bundan qabaq. Bir təhər ki, gəlin, bura çıxmışam. Uşaqlar çox aşağıdadır. Nəfəsim kəsildi. İndi əli ilə şəhbət çıxıb ora yorulurlar. Mən də buradayım. İndi burada bir dənə mağara var. Mən də tək gəlmişəm indi. Deyirəm ki, Allah'ın heyvanı çıxsa buradan. Çıxıb dili ağzı olsa adama ne diyecek? Diyecek, 30 ildir mən buradaydım. Torpaqlarınız indi azad olub Allah. Şəhidlərinizə qəni-qəni rəhmət eləsin. Onlar getdi, vuruşdu, torpağı aldı. Qanların tökdü vətən torpağı uğrunda. Sən indi bura gəlmişsən ki, sən də tutan burada yeyəm. Deyəm ki, boşu-boşuna əziyyət çəkib gəlmişsən. Deyəsə haqqı var. Burada var şahıbası var. Deməli, tam dərinə gedir. Demək görə bilmirəm. Amma baxın, hələ yanı var o tərəfə. Yəqin ki, aydan da başqa burada başqa heyvanlar da gəlib şey yaşayır. Bura çıxdığım elə bir vaxt ki, ikinci dəfədir, amma buralara hikayəyə gəlməmişdim. Burada da nəsə yandırıblar vaxtında. Baxın, o vaxtlar yanıb, ciddi buradan nereye gedib. Burada bir çağ var, onu çəkməyə gəlmişəm. İndi hələ ki bugün kətdə biz təkcə gəlmişik. Səhər şəhidlərimizin anım il dönümüdür. 18 aprel bizim Başlıbeldə şəhidlərimizin burada mühasirədə qalan 18 nəfərin, 12 nəfərin bir gündə şəhid olduğu, əsir götürüldüyü bir çoxunun, çox sayıda bir 30 nəfər adamın əsir götürüldüyü gündür. Və belə bir vaxtda biz də gəlmişik, tarixi xatırlayaq və unutmamağımız üçün gələcək nəsillərə çəkək, saxlayaq. Moderator azdan Əli Hüseynli, moderatorun baş direktoru bizimlə gəlib. Buradadır. Çəkiliş heyəti hələ gəlməyib. Özümüz çəkəcək. Onlar gələnə qədər Şahbaz Mirzəyev və mən gəlmişəm. Buralarda bir yaxşı çaha var. Onu çıxıb çəkib sonra düşərik. İnşallah. Artıq parmaqlara çıxdıq. Ora baxmaq istəyirəm o kahaya da. Bir kağıt orada var. Biri burada var. Bax bura. Baxmaq istəyirəm.
Görəsən ayının bala çıxardan vaxtı deyək. Yəqin ki, yox. Yatan vaxtı da deyil. Güman edirəm. Amma balalı olan vaxtı olsa qarşılaşsaq Allah qorusun nə aşağı qaça bilmərik. Ondan tez nə yuxarı çıxa bilmərik. Başlı beldə bu gözəl dağların fonunda dağların zirvəsinə yenidən çıxırıq və bu kağını bu dəfə çəkəcəm. Taqətim qalmayıb, çəkərəm oranı. Burada artıq nəcisin görürük. Burada var, yəni yeni deyil. Amma qışdan da qalma deyil. Demək ki, düz bura qədər gəlib. Bura qədər. İndi ora çıxaq, baxaq. İnşallah ki, istirahətə çıxıb gedib. Ora ki, gəldik. O, 2 dənə hemşiyə bax. Burada nəsə quş gətirib yeyir. Burada yırtıcı var. İndi gəlin göstərim sizə hardan var. Birinci növbədə burada çürümüş nəcisin görürük. Pelus bura tutub gətirdiyi quşlar varmış. Baxın, burada hətta quşlar hərəkədə yuvada qurmuşmuş. Burada artıq ayının nəcisləri var. Çox şükür deyəsən öz yoxdur. Yoxdur. Nəcislərinə baxın burada. Baxın, yaxınlıqların nəcisləri. Burada bir maraq şey də var. Səs çox möhtəşəm oldu. Deməli, buradan su sallanırmış. Güman edirəm ki, buralardan. Və burada buz qalıqları var. Bunun gözəlliyinə baxın. İki hissədən ibarətdir. Bura o qədər su yoxdur ki, bu buz qışda olub düşüb yerə, amma hələ qurumayıb. Əriməyib. Çox sayılı burada balaca yuvalar da var. Və burada son günlərdə burada olub.